Salam uşaqlar, hədəfin demək sınağının izahına baxırıq. Birinci sualımız belədir ki, trimetil etileni beynəlxalq nomenklaturaya görə adlandırın. Trimetil etilen bilirik ki, alkenlərin səmərəli adlanmasıdır və birinci onun formulunu yazaq, burada gözümüzün qabağında olsun. Demək, trimetil etilen. Yəni səmərəli bu şəkildə adlanır və biz bunu beynəlxalq adlandıranda demək nə edirdik? Beynəlxalq adlanma necə ardıcıllıqlandı? Əvvəlcə uzun zənciri tapırdıq. Demək uzun zəncir budur və sonra nə edirdik? 2 qat rabitə yaxın olan tərəfdən nömrələyirdik. Demək bu tərəfdən nömrələsək 2 qat rabitə ikinci karbona düşür. Bu tərəfdən də nömrələsək 2 qat rabitə ikinci karbona düşür. Ancaq uşaqlar sol tərəfdə həm də nə var? Radikal var. Ona görə hansı tərəfdən nömrələməliyik? Sol tərəfdən nömrələyirik. Və demək ikinci karbonda metil radikal var. Uzun zəncirimizdə də 4 karbon var və bu şəkildə adlandırırıq. 2 metil buten və 2 qat rabitəmiz neçənci karbondadır? İkinci karbondadır. 2 metil buten 2. Bu şəkildə beynəlxalq adlandırırıq. İkinci baxırıq, hansı halda hər iki reaksiyadan alınan duz hidrolizə uğramır? Əgər hidrolizə uğramırdısa, uşaqlar, həmin duzlar ya suda həll olunurdu, ya da duzu əmələ gətirən həm turşu, həm də əsas nə idi? Qüvvətli idi. Demək, hidrolizə uğraması üçün 2 şərt ödənməlidir. Birinci nə idi? Duz suda həll olmalıdır və ikinci nə olmalıdır? İkinci duzu əmələ gətirən ya turşu, ya əsas nə olmalıdır? İkisindən biri, heç olmasa ikisindən biri zəif olmalıdır. Və hər ikisi də nə ola bilər? Zəif ola bilər, o daha yaxşı hidrolizə uğrayır. İndi birinci reaksiyamıza baxaq, görə reaksiya nəticəsində nə alınır? Alınır kalium sulfat, bir də su. Görürük ki, bax burada alınan duz nədən alınıbdır? Qüvvətli əsas, qüvvətli turşudan alınır. İkincidə görək nə alınır? İkinci alınır natri xlor, karbon qazı, su. Burada da uşaqlar görürsünüz, qüvvətli əsasdır, qüvvətli turşudur. Ona görə bu duzun ikisi də nə etməyəcək? Hidrolizə uğramır. Üçüncü testimizə baxırıq. Buten 2 molekulunda sp2, sp3 və sp2s demək orbitallarının örtülməsindən yaranan sigma rabitələrinin ümumi sayı neçədir? Əvvəlcə buten 2-ni yazaq. Demək, buten 2-yə baxırıq ki, burada 2 dənə karbonumuz sp3 hibridləşmiş vəziyyətindədir. 2 dənə karbonumuz isə sp2 hibridləşmiş vəziyyətindədir. Və neçədən sp2, sp3-müz var? 1 və 2. Yəni, bax, bu sigma rabitəsi sp2, sp3. Demək, 2 dənə sp2, sp3 sigmamız var. Və ikinci bizdən sp2, s sigmanı soruşur. sp2 karbon budur. S dənədir hidrogen. sp2, s bir dənə burada. sp2 karbon yenə ikinci karbonumuz buradadır. sp2 bitləşmiş karbonumuz. S dənədir hidrogendir. Demək, 2 dənə də sp2, s-miz var. Demək, 4 dənə nəyimiz var? Həmin bu bizdən soruşduğu sigma rabitələrin sayı neçədir uşaqlar? 4-dür. Ona görə cavabımız da nə olur? B variantı. Dördüncüyə baxaq. Hansı halda temperaturun artırılması və təzyiqin azaldılması tarazlığın reaksiya məhsullarının alınması istiqamətində yönəldir. Yəni, reaksiya sağa getməlidir. Demək, əgər sağa gedəndə temperatur artırılırsa, demək o reaksiya necə reaksiyadır uşaqlar? Endotermikdir. Ona görə ekzotermikləri ilə əliyək getsin. Sonra baxırıq təzyiqin azaldılması. Təzyiq azaldılanda demək təzyiq azalmaq üçün reaksiya daxil olan və reaksiya nəticəsində alınan qazların molları fərqli olmalıdır. Yəni müxtəlif həcmdə olmalıdır. Ancaq burada baxırıq mı, reaksiya girən və reaksiya nəticəsində alınan qazların molları bərabərdir. Ona görə B variantında elədik getdi. İndi baxırıq A ilə Y-yə. Demək, təzyiq əgər azaldılanda reaksiya sağa gedirsə, demək, sağ tərəfdəki həcm sol tərəfdən nədir? Çoxdur. Çünki biz demişdik ki, təzyiq artanda reaksiya həcmin az olan istiqamətinə yönəlir. Təzyiq azaldanda isə, daha doğrusu tarazlıq həcmin az olan istiqamətinə yönəlir. Əgər təzyiq azaldılanda isə tarazlıq hansı istiqamətə yönəlir? Həcmin çox olan istiqamətinə yönəlir. Burada bu karbon bərikdir uşaqlar. Karbon CO2 isə nədir? Qazdır və alınan CO da nədir? Bu da qazdır. Bax, neçə həcm qaz reaksiyaya girib? Bir həcm. Neçə həcm qaz alınıb? 2 həcm qaz alınıb. Yəni, endotermiklə temperaturu artıranda sağa gedəcək və həcmin çoxalması istiqamətində gedir və ona görə də cavabımız olur nə? A variantı. 5-ci testdə baxırıq. Hansı sırada soldan sağa kationların oksidləşdiricilik xassəsi
ardıcıl olaraq azalır. Demək uşaqlar, metalların aktivlik sırasında, yəni soldan sağa doğru getdikcə, yəni aktiv metal, orta aktiv metal, pasiv metal belə idi də. Demək pasiv metalın oksidləşdiricilik xassəsi daha çox idi. Ona görə də bizdən azalır istiqamətində soruşuq deyirsə də, birinci pasiv metal, sonra isə demək ondan sonra gələn hansı metallarsa bu istiqamətə doğru seçirik. Və burada birinci dəmiri, sonra misi seçirik. Mis dəmirdən passivdir, ona görə bu cavab deyil. Burada B variantında sinki, sonra dəmiri seçib, dəmir demək nədir? Sinkdən passivdir, passiv metaldır, yəni ona görə də bu deyil. Passiv olduğu üçün dəmirin oksidləşdiriciliyi çoxdur. Burada da yenə sonra misi seçib C variantında, burada ona görə də bu olmur. D variantına baxırıq. Bax, birinci mis hardadır? Passiv metallar üçün. Sonra dəmir orta aktiv metaldır. Sink də nədir? Sink də orta aktiv metaldır, ancaq dəmirdən sonra gəlir aktivlik sırasında. Ona görə də cavabımız olacaq nə? D variantı. Sonra baxırıq 6-cı testimizə. 6-cı testimizdə bizə belə bir tənlik verib. Deyir, tənliyində X maddəsini müəyyən edin. Baxırıq neçə karbonumuz var? 4. Neçə hidrogenimiz var? 8. Demək, 4, H8-dir. Oksigenimizin sayına baxaq uşaqlar. 8 oksigen buradadır. 4 oksigen burada. 12 oksigenimiz var. 12 oksigen buradadır. Ona görə maddənin tərkibində oksigen atomu yoxdur. Ona görə cavabımız olur nə? B variantı. 7-ci testimizə baxırıq. Demək, bizə belə bir maddə verilib. Demək, maddənin burada yazım CnH, Cn-1, H2n. Aha, belə bir quruluşda verib. Deyir, formuluna malik qazın 2,24 litrinin kütləsi 3 qramdır. Aha, 2,24 litrinin kütləsi 3 qramdır. Biz demişik, həmin anda o dəqiqə biz 1 mol üçün demək, kütləni tapırıq. Onda 1 molda neçə litrdir? 22,4 litrdir. Onda kütləsi 1 mol bu maddə neçə qram imiş? 30 qram imiş. İndi baxırıq, buradan bizdən N-i soruşur. Demək, karbonun kütləsi neçədir? Burada verməyib, karbonun kütləsi, demək, karbonun ayeri neçədir? 12. Hidrogeninki də 1-dir. Demək, onun indeksinə vururuq. Demək, eləyir 12N minus 12. Hidrogeninki də 1 olduğu üçün onu da indeksinə vururuq. Plus 2N bərabərdir nəyə? Uşaqlar, kütlə neçə qram imiş? 30 qram imiş. N-ləri topladıq, oldu 14N bərabərdir 42-yə. N-imiz də burada neçə bərabər olacaq uşaqlar? 3-ə. Demək, həmin maddənin neçə karbon atomu var imiş? 3 karbon atomu var imiş. Cavabımız olur A variantı. Sonra davam edirik 8-ci testindən. Bizə belə bir reaksiya verib. Nə reaksiyasıdır bu? Virüs reaksiyasıdır. Deyir ki, nə doğru deyil. Yəni, səhvi soruşur bizdən. Bu, deyir, oksidləşmə reduksiya reaksiyasıdır. Bəli, demək, burada həm hidrogen oksidləşmə dərəcəsini dəyişir. Daha doğrusu hidrogen yox, burada oksidləşmə dərəcəsini karbon dəyişir. Həm karbon oksidləşmə dərəcəsini dəyişir, həm də natrium oksidləşmə dərəcəsini dəyişir. Həm də demişdik ki, biz reaksiya girən maddələr içərisində, reaksiya nəticəsində alınan maddələr içərisində bəsit maddə görürüksə, həmin reaksiya nədir? Oksidləşmə reduksiya reaksiyasıdır. Yəni, heç o biriləri baxmasaq da olar. Yəni, ona görə də birinci nədir? Deyil. Yəni, doğrudur. Bizdən səhv istəyir. Yəni ki, doğrudur bu. Yəni, oksidləşmə reduksiya reaksiyası. Sonra deyil, birləşmə reaksiyasıdır. Bu reaksiya uşaqlar virüs reaksiyasıdır və bu zamanları etanla nə alınırdı? Burada natri xloru alınırdı. Yəni, bu birləşmə reaksiyası deyil. Ona görə də cavabımız B variantıdır. Növbəsinə baxaq. Etan alınır. Bəli, etan alındı. Reaksiya məhsullarının biri bərk maddədir. Bəli, natri xlor xörək duzu bərikdir. Karbon zəncirinin uzanması ilə gedir. Bəli, burada bir dənə karbondur. Burada alınan məhsulda neçə karbon var? 2 karbon var. Karbon zəncirinin uzanması ilə reaksiya gedir. 9-cuya baxırıq. Hansı reaksiyadan alınan duz hidrolizə uğrayır deyir. Hidrolizə uğrayırsa, bayaq dediyimiz kimi, demək, nə olur? Həm suda həll olan duzdur, həm də duzu əmələ gətirən ya demək, əsas, ya turşu zəifdir. İkisindən biri zəifdir və yaxud da hər ikisi zəif də ola bilər. İndi gəlin baxaq, görək nə alınır. Birinci reaksiyamızda nə alınır? Kalium xlor, bir də oksigen alınır. Yəni, burada kalium hidroksid, yəni bu əsas da qüvvətlidir, xlor da qüvvətlidir. Ona görə bu neynəmir? Hidrolizə uğramır. Onun bu səhvdir. İkinciyə baxırıq. Kalsi xlor və su alınır. Burada da yenə qüvvətli, əsas qüvvətli turşudur. Ona görə bu da hidrolizə uğramır. Üçüncüyə baxırıq. Natrium sulfat və su alınır. Ona görə bu da C variantı da deyil. Burada da kalium sulfat alınacaq, aydın məsələdir. Bu da olmayacaq. 4-cüyə, 5-ciyə baxsaq alınır miski xlorid və su.
Demək, burada mis zəif əsas, xlor isə qüvvətli turşudur. Ona görə də nə edir bu? Hidrolizə uğrayır. Cavabımız olur E variantı. 10-cu testdə baxırıq. Mis kiyodidin suda mərhulunun elektrolizi zamanı əmələ gələn yod 8 qram kalsiumla reaksiya girir. Neçə qram mis 2 yodid elektrolizə uğramışdır. Əvvəlcə bunun məhlulda elektroliz tənliyini yazaq uşaqlar. Bu zaman nə alınırdı məhlulda elektroliz zamanı? Bu zaman katodda metal, anodda turşu qalığı və suda neynəmirdi? Parçalanmırdı. Parçalanan yalnız nə olurdu? Duz olurdu. Ona görə də bunu baxanda da əmsallaşdırmaya da ehtiyac yoxdur. Yəni sağ-sol tərəfdə atomların sayı bərabər. Və deyir, əmələ gələn bu yod nə ilə reaksiyaya girib? Kalsiumla reaksiyaya girib. Kalsiumla reaksiyaya girəndə nə alınacaq? Kalsium yodid. Və alınan, demək, reaksiya daxil olan kalsium neçə qram imiş? 8 qram imiş. Demək, 1 mol əgər yod alınırsa, o 8 qram kalsiumla reaksiyaya girir. Yox, 8 qramla X reaksiyaya girir. Ancaq bizim tənliyimizdə, nəzarət tənliyimizdə 40 qramla nə reaksiyaya girir? 1 mol. Aha, buradan biz X-imizi tapsaq, X-imiz neçə eləyər? Burada 1, burada 5, 0,2 mol. Demək, 0,2 mol nə olubmuş burada? Yod alınıbmış. Aha, indi burada yuxarıdakı tənliyimizə baxaq. Demək, baxırıq ki, mis 2 yodidin kütləsini burada verir 318 qram. Yəni, 318 qram mis yodid hidrolizə uğrayanda nə qədər yod alınır? 1 mol. 0,2 mola da nə olacaq? 0,2 mola da olacaq x qram mis, daha doğrusu bunu y yazaq, mis 2 yodid. Reaksiyamızda burada artıq da vurub bölüb tapanda görürük ki, demək, bunu nə edəcək? 5-ə böləcək də, o da 6 tam. Orada da 15, 63 tam, orada da 3 bölsək, burada cavabın hansıdır bu? 63 tam, onda 6 qalacaq. Sonra 11-ci testimizə baxırıq. Hansı maddənin tərkibində müsbət ki, oksidləşmə dərəcəsinə malik xrom atomu var? Aha. Baxırıq, birincidə bu, demək, mənfi 1-dir, bu da mənfi 1-dir. Burada 2 dənə xlorumuz var. Demək, mənfi 3, demək, xrom nəymiş? Müsbət 3 imiş. Burada baxırıq, amonium iyonunki müsbət 1-dir və 2 dənə amonium iyonumuz var. Demək, yazırıq 2, demək, +, 2 x, oksigeninki mənfi 2-dir, -14, 0-a bərabər eləsək, bunu tənlik kimi həll etsək, x-i buradan taparıq neçə? Müsbət 6. Yəni, bu da uyğun gəlmir. Bizə neçə lazımdır? Müsbət 2 lazımdır. Aha, burada baxırıq, mənfi 1, 2-yə vururuq mənfi 2. Demək, bu müsbət 2 imiş. Cəbri cəmi 0 olsun. Bu mənfi 1, bu da mənfi 1. Aha, 2 dənə mənfi yükümüz var. Demək, bu nəymiş? Müsbət 2 imiş. Cavabımız oldu nə? 2 ilə 4. Demək, uşaqlar, 12-ci testlə davam edirik. Hansı qarışıqlar eyni cinslidir? Demək, kerasinlə suyun qarışığı uşaqlar nədir? Müxtəlif cinslidir və emulsiyadır. Ona görə də bu eyni cinsli deyil. Sonra kerasinlə benzin, bəli, bu eyni cinslidir. Liqroinlə su da yenə bu da müxtəlif cinsli qarışıq olacaq. Bunlar hamısı neftin məhsullarıdır uşaqlar. Neftin və neft məhsulları hamısı su ilə müxtəlif cinsli qarışıq əmələ gətirir. Yəni emulsiyalar əmələ gətirir. Ancaq özləri bir-biri ilə qarışanda onlar olur nə? Eyni cinsli qarışıq. Ona görə cavabımız olacaq nə? Y ilə T. 13-cü testdə baxırıq. 5 mol metandan 1 mol asetilin alınarsa məhsulun çıxımını faizlə hesablayın. Demək, metandır. Reaksiyamızı yazaq əvvəlcə. Sonra reaksiyamızı nə edirik? Əmsallaşdırırıq. Baxırıq ki, 2 mol metandan 1 mol asetilin alınır. Hidrogenimiz sağda və solda 8. Aha. Demək, 2-dən 1 mol asetilin alınır. Demək, 2-dən 1 mol asetilin alınırsa, onda 5 mol metandan nə alınmalıdır? 2,5 mol asetilin alınmalıdır. Əgər 2,5 mol asetilin alınırsa, çıxım 100% olacaqdır. Ancaq 1 mol asetilin alınırsa, çıxım nədir? X%-dir. Demək, yazırıq, burada qalır 1, burada da 25 ixtisar etsək, 40. Demək, reaksiyamızın çıxımı neçə faiz imiş? 40% imiş. Sonra 14-cü testlə davam edirik. Etan, etilin. Etan demək C2H6-dır. Etilin C2H4-dür. Yəni burada nə baş veribdir? Hidrogen azalması. Sonra baxırıq ki, 1,2 dibrom etan. 1,2 dibrom etan. Demək CH2 bromları da yuxarıda yazıram. Ki aydın görünmək üçün. Sonra da buradan nə alınıb? 1,2 dibrom metandır. Bu etan deyil ki. Dibrom metan. Demək, CH2 yox, etan imiş.
Və buradan da asetilin alınır. Demək C2H2. İndi burada deyir ki, dehidrogenləşmə və dehalogenləşmə. Dehidrogenləşmə və dehidrohalogenləşmə. Dehidrohalogenləşmə, yəni həm burada hidrogen çıxıb, həm də halogen çıxıb. Reaksiyasına uyğun çevrilmələri müəyyən edin. Dehidrogenləşmə budur uşaqlar. Dehidrogenləşmə odur ki, hidrogen azalması ilə gedən reaksiyadır. Hidrogenləşmə də odur ki, maddə özünə hidrogen birləşir. Ona görə birinci reaksiyamız nədir? Yəni burada A ilə göstərib. A olur nə? Dehidrogenləşmə. Demək, dehidrogenləşmə birincinidir. Birinci olur A. Dehidrogenləşmə A. Demək, bu uyğun gəlir, C uyğun gəlir bir də. Sonra deyir ki, buradan uşaqlar B isə nədir? D halogenləşmə reaksiyasıdır. Bunu heç bizdən istəmir. Yəni burada bunun üzərinə biz halogen, yəni bromu gəldikdə bu maddə alınır. Bunu heç bizdən istəmir. Ona görə B heç birinə aid deyil. Üçüncüdə isə görürük, burada həm hidrogen sayı azalıbdır, həm də halogenlər çıxıb, yəni alınan maddədə, yəni bundan bunu alıb da. Yəni bu da həm dehidrogenləşmə və dehidrohalogenləşmə olacaq. Ona görə də demək, hansı aid olacaq? İkinciyə də C aid olacaq. Cavabımız olacaq B. 15-ci testdə baxırıq. 2 mol alkadiyen və 1 mol alkandan ibarət qaz qarışığı artıq miqdarda götürülmüş kalium permanganat məhlulundan buraxılarsa, qablardakı maddələrin ümumi kütləsi neçə qram artar? Demək, burada kalium permanganat məhlulunu uşaqlar, demək, rəngsizləşdirən nə idi? Alkadiyen idi. Yəni, yalnız alkadiyen orada reaksiya daxil olacaq, alkanlar reaksiya daxil olmayacaq və alkadiyenlərin də emeri nəyə bərabərdir? 14-2-yə. Və bizim də 2 mol alkadiyenimiz olduğu üçün bunu neyinirik? Vururuq 2-yə. Yəni, 14-in vururuq 2-yə, 28-4, yəni qabda kütlə 28-4 qram neyniyəcək? Artacaq. 16-cı testdə baxırıq. 3 mol butanın tamamilə divinilə çevrilməsi zamanı neçə litr hidrogen ayrılır? Demək, butan C4H10-dur. Divinilə çevriləndə alınır C4H, demək, 6. C4H6 alınır və bu zamanlar neçə mol hidrogen çıxır? 2 mol hidrogen çıxır. Və bizə 1 molundan 2 mol hidrogen əmələ gəlirsə, onda 3 molundan neçə mol hidrogen əmələ gələcək? 6 mol hidrogen əmələ gələcək və bizdən də litrlə istədiyinə görə 6-yı vururuq nəyə? 22,4-ə. O da eləyəcək 134,4. 17-ci testdə baxırıq. Hansı reaksiya oksidləşmə reduksiya reaksiyasıdır? Birinci demişəm, nəyə axtarırıq? Bəsit maddə axtarırıq. Reaksiya girənlərin içərisindədir, reaksiya nəticəsində alınan maddənin içərisindədir. Elə buradan baxıb görürük ki, D variantında bir dənə oksigen var. Bəsit maddə demək, bu nədir? Oksidləşmə reduksiya reaksiyasıdır. 18-ci testdə baxırıq. Qısa iyon tənliyi, yəni suyun alınması ilə gedən reaksiya hansıdır? Demək, qısa iyon tənliyi əgər belə qalıbsa, demək bu zamanlar reaksiya girən maddələr hər ikisi suda həll olandı və alınan duz da suda həll olandı və reaksiyanın qısa iyon tənliyi ona görə suyun alınması qalır. İndi birincidə baxırıq mis-2 hidroksid. Mis-2 hidroksid özü çöküntüdür. Yəni ona görə də bu iyonlara ayrıla bilməz. Ona görə reaksiya bu şəkildə qalmaz. İkinci reaksiya baxırıq. İkinci reaksiyada alınır kalsium klorid və su. Yəni, bu cavabımız elə budur. Yəni, bu da suda həll olanda xlorid turşusu da, kalsium xlor duzu da suda həll olanda və reaksiya nəticəsində su alınıb və ona görə də reaksiya axıra qədər gedib. Burada reaksiya nəticəsində kalsium karbonat alınır, yəni çöküntü alınır və ona görə də kalsium karbonat çöküntüsünə görə bu reaksiya gedib. Burada isə barium sulfata görə və həmçinin həm su alınıb bu. Burada yəni hər ikisi reaksiyanın getməsinə səbəb olub. Burada isə alüminium hidroksid elə özü çöküntüdür. Ona görə də o Y variantı deyil. Cavabımız oldu nə? B variantı. 19-cu testdə baxırıq. Hansı halda maddənin suda məhlulları arasında reaksiya sona qədər getmir? Reaksiya sona qədər getmirsə, demək reaksiya nəticəsində su, qaz, çöküntü, az dissosiasiya edən maddə alınmayıbdır. Demək birinciyə baxırıq, nə alınır? Birincidə alınır natri xlor
Bir də barium sulfat. Burada barium sulfat çöküntüsü alınıb, ağ rəngli çöküntüdür. Ona görə reaksiya axıra qədər gedir. İkincidə alınır argentin xlor, bir də nitrat turşusu və burada da argentin xlor ağ rəngli çöküntüdür. Ona görə reaksiya axıra qədər gedir. Üçüncü reaksiyamızda mis-2 sulfit alınır qara rəngli və bir də natrium sulfat. Ona görə reaksiya neyinir? Mis-2 sulfit çöküntüdür. Ona görə reaksiyamız axıra qədər gedir. D variantında alınır mis-2 nitrat və natrium sulfat. Burada baxırıq ki, uşaqlar, hər iki duz suda həll olan duzdur və ona görə də bu reaksiyamız nə etməz? Axıra qədər getməz. 20-ci testdə baxırıq. Demək, belə bir məhsul maddə verib bizə. Yenə virus reaksiyasıdır. Natriumla reaksiya girib və bu zamanları demək, reaksiyasından deyir, R radikalı üçlü butil olarsa, X maddəsində birli karbon sayı dörtlü karbon sayında neçə dəfə çoxdur? Yəni deyir, bu reaksiyada X-də alınan maddədə birli karbonun sayı deyir, dörtlü karbonda neçə dəfə çoxdur? R radikalımızda üçlü butiliymiş. Üçlü butil hansı radikaldır uşaqlar? Üçlü butil radikalımız budur. Bizim nə idi? Üçlü butil radikalımızdır. Və görünən hissə, bu məchul hissəni özü bizə deyir ki, üçlü butildir. Görünən hissə nədir? Demək, CH2 xlor. Yəni budur. Demək, biz virus reaksiyasındadır. Yəni bunun üzərinə natrium ya da zəncir nə edirdi? 2 dəfə artırdı. Yəni bunun özündən oxşar birini nə etməliyik? Burada çəkməliyik. Bax, bu karbonun yerinə oxşarını yazıram buraya. CH2, sonra bax bu karbonu yazıram. C, sonra bax bu karbonu yazıram CH3, bu karbonu yazıram CH3, bax bu karbonu yazıram CH3. Bax buradan gördük uşaqlar, bunu biz ortadan təm bölsək nədir? Simmetrik, demək zəncirin 2 dəfə artması gedən nədir? Reaksiyadır. İndi bizdə burada deyir ki, nəyi soruşdu? Birli karbon deyir, dörtlüdən neçə dəfə çoxdur? Birli karbonlarımız hansıdır? Bax budur. 1, 2, 3, 4, 5, 6. 6 dənə birli karbonumuz var. Neçə dənə dörtlü karbonumuz var? Biri budur, biri də budur. Bu da ikilidir, bu da ikilidir. Ona görə 2 dənə dörtlü karbonumuz var. 6'yı da 2'yə bölürük, neçə eləyir? 3 dəfə çox eləyir. Yəni birli karbonlarımız 6 dənədir, dörtlü karbonumuz 2 dənədir və ona görə də deyir ki, neçə dəfə çox olduğunu tapırıq ki, birlilər dörtlülərdən neçə dəfə çoxdur? 3 dəfə çoxdur. Cavabımız olur B variantı. 21-ci testdə baxırıq. İçərisində natrium sulfat, kalium xlor, argentium nitrat, mis-2 bromid olan məhluldan elektrik cəryanı buraxdıqda katodda maddələr hansı ardıcıllıqla ayrılacaq? Demək, birinci katodda nə ayrılmalıdır demişik uşaqlar? Ən güclü oksidləşdirici, yəni ki, ən zəif olan metal. Yəni bu metallar içərisində ən zəifi hansıdır? O ayrılacaq və burada da gümüş ən zəifdir. Ona görə birinci gümüş ayrılır. Sonra nə ayrılacaq? Mis ayrılacaq katodda və biz bilirik ki, qüvvətli metalların katodunda demək nə çıxırdı həmişə? Həmişə hidrogen atomu çıxır da elektroliz nəticəsində. Ona görə ardıcılıq belə olacaq. Pasiv metal birinci mis, birinci gümüş, sonra mis, sonra isə nə ayrılacaq? Hidrogen atomu ayrılacaq. Baxırıq cavabımızda hansı uyğun gəlir? B variantı uyğun gəlir. 22-ci testdə baxırıq. Hansı ifadə doğru deyil? Səhvi soruşur bizdən. Oksidləşdiricinin aldığı elektronların sayı reduksiya edicinin verdiyi elektronların sayına bərabərdir. Bəli, bu doğrudur. İkinci B-yə baxırıq. Oksidləşdirici və reduksiya edici bir molekulun tərkibində ola bilər. Bəli, ola bilər. Buna molekul daxil oksidləşmə reduksiya reaksiyası deyirdik. Elektron verən atom reduksiya edici olur. Bəli, elektron verən reduksiya edici olurdu. Elektron alan oksidləşdirici olurdu. Sonra deyir ki, S2 mənfi iyonu həm oksidləşdirici, həm də reduksiya edici ola bilər. Xeyr, biz demişik ki, əgər atom minimum oksidləşmə dərəcəsindədirsə, bu daha elektron ala bilməz. Elektron ala bilmədiyinə görə oksidləşdirici ola bilmir. Yalnız olurdu nə? Reduksiya edici. Yox, əgər maksimum oksidləşmə dərəcəsindədirsə, bu daha elektron verə bilməz. Daha nə edəcək? Alacaq. Ona görə də bu da olacaq yalnız nə? Oksidləşdirici. Demək, minimum oksidləşmə dərəcəsində reduksiya edici olur, maksimum oksidləşmə dərəcəsində oksidləşdirici olur. Yox, əgər kükürt müsbət 4-dürsə də, müsbət 2-dirsə də, tutaq ki, onda bu orta oksidləşmə dərəcəsində olduğuna görə həm oksidləşdirici nə olurdu, həm də reduksiya edici olur.
23-cü testdən davam edirik uşaqlar. Hansı reaksiyalar məhlulda sona qədər gedir? Məhlulda əgər reaksiya sona qədər gedirsə, bu zaman nə alınmalıdır? Su, qaz, çöküntü. Birinci reaksiyamıza baxaq görək nə alınır? Alınır barium hidroksid və kalium xlor. Yəni bunda heç biri çöküntü olmadığına görə bu axıra qədər gedən reaksiya deyil. İkinciyə baxırıq. İkincidə alınır natrium nitratla plümbüm 2 xlorid və bu plümbüm 2 xlorid çöküntüdür. Ona görə bu axıra qədər gedir. Üçüncü reaksiyamıza baxırıq. Alınır gümüş xlorid və natrium nitrat. Və burada gümüş xlorid çöküntü olduğuna görə reaksiya axıra qədər gedir. Dördüncü reaksiyamızda alınır kalium hidroksid, natri xlor. Ona görə hər ikisi suda həll olmayan olduğu üçün reaksiyamız axıra qədər getmir. Beşinci reaksiyamızda barium nitrat və nə alınır? Kalium xlor. Yəni burada da hər ikisi suda həll olan olduğu üçün reaksiyamız axıra qədər getmir. Cavabımız olur nə? 2 ilə 3. Dördüncü testimizə baxırıq. Daha doğrusu 24-cü testimizə baxırıq. Neytrallaşma reaksiyası ilə 120 qram natrium OH-dan neçə qram natrium sulfat duzu almaq olar? Neytrallaşma reaksiyası odur ki, uşaqlar turşu və əsas arasında gedir. Yəni burada natrium sulfat alınıbsa da, yəni natrium hidroksid sulfat turşusuna reaksiya girir və nə alınıb? Natrium sulfat. Və bir də aydın məsələdə nə alınacaq? 2 mol su.